Şirimə qalxdıq. Biraz dedik, istirahət eləyək, dincələk. Həm bir dənə də çay qaynadaq qəşəng burada. Nə idi o otun adı? Yarpız. Yarpızdan bir dənə ot. Nədir ki, ot nəymiş? Çay dəmləyək. İnşallah burada o vaxt ocaq yandırıblar. Həmin o yerdə də ocaq yandıraq. İnşallah çayımızı qaynadaq. Bir dənə qəşəng təbii çay içəği. Nə gözəl, buz kimidir, buz kimi. Simişka varsa basılmaz vətən. Nə qaraq da, pulsuz da olsa bəlkə insaflığa gəldi, nəsə sponsorluq elədilər. Patron simişkasıdır. Pulsuz reklam da nə qədər şey deməsin, ziyanlığımız dəymir, xeyrimiz də olsa dəyişin. Prosto, orada bir dənə yer var idi, qəşəng mənzərə var idi orada. Bir ama körək də ya. Çok atma, tadını pişir ya. Çox atma, 2-3 dənə at, az olarsa atarıq. O nane başka şeydir, nane atanı qəşəng gəlir. Bu alma şeylerdi ya da iyi alma şeyler bölümlerinde o da var böyle. Yine bu biraz böyle şeylerin çalıyorsan hadi şimdi değilsen. Demirəm, keçənlə biz gəlmişik, o işlərdə gəlir. Biz elə fırla, baxdıq, çıxdıq, çaya baxdıq, çolluqdur. Olaq ki, abla məsələn saldım. Heç, abına 3-cü dəfə də abla gəldi yani. Dağım bak ya, yakın yere bırak be. Senden çok da çift öyle. Qaytarım mı der çayınca? Qaytar. Özelliğe bak. Bulandıracak. Tutturur. Gözler bulandıracaksın. Mesela çirəciyi azdır. Amma elə bir yay günündə gəlib bundan bir isyan su içsən. Söz görək. Yox, bu ağır. İmam bu video, bunu bir dənə hələ ətrini də götürə bilsə bu lap super olardı. Ətrini də Dağın başında çaynik sayı, gör bu nə demək? Özümüz götürərik. Şirimin suyu, dağ suyu. Otun adı yenə yadımdan çıxdı. Yarpız. Yarpız yarpaqları. Yarpızlı çay, özdə əla çay. Azəri çay deyil, Azəri çay super teyası da. Yığışdıranmadım. Vallahi abi Azərdə nə oldu ben bilmirəm. 1200 metr olar yüksəklik. Olar bəlkə də. Olar bizim. Minə oxuma Allah xeyir versin. Çayımızı içdik. Sunkalarımızı yığışdırdıq. İndi qalxırıq yuxarıya. Gedək, orada da abedimizi hazırlayaq. Oturaq, piknikimizi eləyək. İstirahətimizi eləyək, yataq biraz. Nə? Balta. Mən gözümə dəyməyibdi balta. Tapılmaz da o da qaydınlardan götürək. Ayya deyimiyib, axırda mənəm, ma deyər sonra. Deyirəm ki, 4-5 dənə dağ dərə sevən olar, gələsən ha bu oralarda bir dənə bağçada qəşəng yer düzəldəsən, gəl. Qalasan. Bağçalar elə habralarda. Bir dənə qavarcıları. Qalmaq, mən inansan elə arzusun deyəm, cavabı 2-3 gün qalsan. Qəfər sənə olsun. Bir şeyin öyle değil ama hava qalanı gittin vahim olur. Yox, yoldaş olandan sonra mən qorxanda öyləm. Tək olanda da şey olur, narahat olsan. Ondan getmez də. Mən o xəstəsiyəm baba, uyumağım, ondan getdir onda.
Sen yok, sana silah olsa yeri bakıyor. Baba. Mehrala hayran tanıyorsan mı? Yani iki tez zamanı. Zorla bağlamışıq, dayak zorla. Axırda yandırma şeydə zamanı olur, şalvarı kesib, dəvra içini kesib, yandırma olsun, içəri ocaq qaladır. Biraz başa var. Ha, elə olur. Sonra kökdən yardı, o kökü yaxşıydı, yandırdı. Çıram bala. Dəhil o, hamdan yuxarı qaçları hep kürək. Attı da. Abdan bir 200 metre, 100 metre kalksak yukarı. Ama vahimə Orada bulak var. Qaynamaq. Burası bu yol. Deyirəm heyrəniyim, yenə gəlir üst tərəfə bak. Orası bir də girir dəriyə. Burada yol var. Ha, burada yol çöğüyor. Başka hiçlerde bunlar seni yaşmıyorlar. Buradan ağaç yapar. Axır ki, gəlib Şirimə Zunudun gün batanındakı dağla gün çıxanındakı dağın birləşdiyi yer, dairəvi hissə. Bax, burada bir də ora. Bu da kəndin aşağısı. Artıq burada bir dənə yer tapmışam, buradan görükür. İndi bayaqçı suyun qaynadığı yerə gəlmişik. İndi çəkəcəm oranı da. Şirim şirim deyirdik, bu da şirim. Ha. Buna da. Bu nə havadır, bu nə təbiətdir. Maşallah. Bəh, 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 bəh. Ya bura qədər gəlib bu suyun tam qaynadığı yerə. Ha, az qaldı, qalxaq hətta. Bu boyda qalxmışıqsa orana qalxaq. Amma sular sürüşə bilər, daşlar. O sağdan cığır qalxır, orayla qalxa bilərik. Amma su içmədən getməyəcəm mən, tamağım düşdü sudan. Utdu. O, veç bax o. Bəh, 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 bəh. Buna da həyatdır, həyat. Amma çox pisdir də. Çox pisdir. Artıq Şirimin suyunun qaynaq nöqtələri. Bax, buralardan hər yerdən su qaynayır. Bax, belə süzülür. Bax, buralardan. Bax. Axır gedir. Süzülür gedir. Hara? Baxın, buralardan hər yerdən su qaynıyor. Oo, balotada. Her yerden su kaynıyor. Orada. O da küyük yarıya kadar götü.
Ayağını da istedim ki. Diğer altı işte. Gel. Məhəbbət dayı. Ay maşallah. Bakın ben ayağını üstüne atayım da bak. Bak. Bak, modemi bak. Burada artık su iki yere ayrılır. Biri oradan gelir, biri de buradan Abi gelir. kapının üstüne bir tane kalkın orada oturacaksın. Biz şu bura çıxdıq ha. Himalay dağına da çıxarıq. Kamerada o kadar yansımır ama çok dikti, çok. Yani elimizdeki ağaçlar olmasa tırmaşa bilmərik. Plus da yer de sürüşkandı. O kadar çürüntü var ki, bassan gelir. Balaca dikkatsiz oldunsa ayağın sürüşür. Gelirsən. Bu şirimdən qaynayan suyun artıq axır nöqtəsi. Düz qaynadığı yerə girə bilmədik. Ora moruqluqdur, elə çol bastı. Yəni bu hissədən qaynayır da. Ha bu 4-5 metr yer. Qaynayan yer də demək olar ki, buradır. Buradan qaynayır su. Aşağı gedir. Artıq da orada çoxalır. Oralardan da qaynayır, gəlir su. Möhtəşəm. Su ehtiyatımızı götürək. Bu nadir ağaçlardan biridir. Döftəlidir, göftəlidir ağacı deyirlər. Qalxır əməli başlayır ki, ağac olur. Böyüyür. Bu formada çiçəkləri var. Belə. Belə çiçəkləri var. Böyük ağac olur, böyük. Buna da Abundan nə olur ki? Nə olur abundan? Ama tut abından çiçek sap canlılarda. Ben bir daha bunu çəkim çiçəyi. Abi kopya şey oxşayır axı. Şüdüyə. Ha, şüdüyə oxşayır. Şudu ağacı deyirlər. Şüdü ağacı. Döftəli. Hüf, ya iyisi də eyni idi. Aa, şudu iyi verir. Qəşəng, ləzzətli, sərin. Düzdür, bir dənə qabaqda fındıq da olmasaydı, qəşəng mənzərə var idi, aşağı görsənərdi. İşte burada bir dənə dəhşət yorulduq aş. Aslında orası elə də ha. Bir kuruk vurduq dağı. Villanın ne fundamenti duru. Üst kırışası yoktu. Küləyə yapar. Küle yapardı. Bu göçer gezdirsin bir daha bırak be. Çayımız da hazırdı, kaynayışı. Özümüzde iş bile burası. Hiç cemaat görmez. Limonumuz 50 ayakta dolanıyor. Sabahlar da yavaş yavaş hazır olur. Ama kaşa fellesen o. Bırakma bakalım ki. Gördüğünüz ay verme. Bazı dayını odun yoktur ve kapılmıyor. Dağlarını koymuşsun. Odun kapılmayan yerde ya. Odun zayıf yerine cam oldu. Olan şey ne var? Yok işte daha o kötüyü yanmıştı. Baba falan yarık yandırdı. Ya zulüm çekti zaten.
Ha, dağ başında kasıbın olanından. Bəli. Allah bərəkət versin. Amin. Orada bir pis yaşayır. Ha. Ne istiyorsun? En azından qulağı dinç yaşayırıq. Bəli, bəli, bəli. Təbiət, Qıraqdan axtarana qorumur bizi. sakitçilik. Bəli. İndi özünüzün burada başınız üstə. Kameraya düşməsə də səsi, videoya düşməsə də uzaqdan da çayın səsi, xırda-xırda quşların səsi. Burada da Nağdayın şapıltısı. Gürcülamanlar gürcül eləyir, biz də vır eləyirik. Yavaş-yavaş yiyəcək. Ha, bu günümüzdə belə keçdi. Artıq 17:30 yavaş-yavaş üzü aşağı kəndə doğru. Yok qaraltı ağaca şimdi çıxmışıq. Hə, uçuruma bax da. Baxın, buralar hamısı bağçalardır. Hansı ki 10 il, 15 il, 20 il öncə insanlar burada əkib becərirdilər. Bax, bu ağaçlar, qoz ağaçları da hamısı. Qoz ağaçları, daranqıdır, çınardır, nə deyirlərsə artıq. Baxın, buralar hamısı bağçalardır. Qoruqlar. Amma indi heç kim gəlmir. Hansı ki sadəcə zənn eləyirəm. Amma bilmirəm, bəlkə də bu yerlər üçün kimisi kimləsə dalaşıbdır, torpaq üstündə, sərhəd üstündə. Amma indi torpaq üstündə bir-birini dalaşanlar indi torpağın altında. Sonraki nəsillərdə artıq gəlmir bu tərəflərə. Hər kəs çıxıb gedir şəhərə, yaxın kəndlərə. Baxın, hər yer kəpərdir. Bəlkə də tək-tük gələn var, hansı ki bu qozların, qoz yığımında. Sentyabrda, oktyabrda. Yəni biz bəyək qalxanda burayla niyə qalxmamışıq? Çolluqla qalxmışıq. Nağdayı. Nağdayı. Sen bizi ağzımızı niye çola salmıştın be? Öşnə dayı. Gəl, ha buralarda bay eləsə yaramaz gələ onu. Ödə bohu. Yaxşı deyirəm mal heyvan düşmür ya. Ödə. Qaçırsa gələr bir-birini toxunanlar. Buna buydu dərində. Görük mürdə dibi. Xəstəsiydik biz nəyin uşaqlar? Həbə quyulara tutuşma da. Nətər düşüb çıxma? Ayaqdan girirdik dərələrə, cəvaldan çıxırdık. Havadan nəfəs al, havada gəlsin. Nə bilim, yaşılda da. Hələ o tərəfdə o şey deyirik, Nəcəvin düzü deyirik. O tərəfdə bir yer var, Rafiqin bağçasının qabağından kanal keçir. Bundan dərin kanaldır. O kanalın ayağından düşüb başından çıxırdı. Nə gözəldir bura. Nə dərəsi? Qaranlıq tərəf. Qarandıq dərə. Yox, bir dərə var, gödək tapır.
Abla yayda da girseydin öyle kapkaranlık olurdu ağaçlardan. Ha. Gün şu ağaç tutmurdu oraya. Abla kadar gelirdi kazancına. Abdan tepeden kazanlar dalmadan otururdu. Düz mescide düz. Tarak kadar. Yani yol dağılırdı. Ləzzətli mənzərə var burada. Bundan gərək təbii gözlə görəsən. İndi günəş şüası əks eləyir. Həqiqətən möhtəşəm, möhtəşəm. Aşağı qayalıq, özdə nə təkülək vurur bura, buz kimi. Muncuqlu bulağa düşən yoldur. Yəqin ki. Ha, oradan geyir və qalxır ora düzə. Yəni qalxacam bura. Bura əslində çox uzaq deyil. Elə buradan biraz aşağıda özünə kənd başlayır. Abi bağça kimindir? Abla, beyba vaxtı. Əzmə o. Gül balağında da yox. Əzmə bu yaşadı da çayına koyur. Ben de o gün bakıyorum, kızım öyle abla. Abla, ne yaptın? Bu bakın geçen bir geldik. Şey, belə getsə 5-10 il buralarda çol basacaqdı. Bu gedişatla. Ha. Yəni bu su kimə geyir bu 50-lik tur, 70-lik turma. Bu sonradan Sarıyan'la Teymur koptu. O da Sokaklarda babalıyım yani. Aşağıdan Gani abi yayda abi bir kırık kalır. O tepeden odun bırakır. Bir dənə su içəcəm. Xeyri yoxdur. Hain'den sonra ilhamda çay da haber ne iş olsa ben de problemde beyin temizlendir. Şöyle. Bəli, artıq kəndə çatdıq. Kəndin ən yuxarısı, yuxarı məhlə. Buralarda da evlər artıq boşalmağa başlayır. Yaşayış azalır burada. Hər kəs evini qoyur yavaş yavaş düşür aşağılara. Yola çıkırdım 200 tane uçak olurdu. Bir tane uçak çıkırdı. Limdan bak tane aşağı yok. Ne bakın uçak.